Hə, aldım. Gəlirəm, yoldayım. Yaxşı, danışarıq, yığacam. Hansından istəyirsən? Heç birindən. İstəmirsənsə bəs, niyə baxırsan onda? Sadəcə xoşuma gəlir. Anamın ad günüdür. Hədiyyəmi hazırlamışam onun üstə. Hədiyyə budur. Nə var onun içində? Şəkil çəkmişəm. Hədiyyə alsan daha yaxşı olmazdımı? Yox, xanım deyib ki, əziyyətlə hazırlanan hədiyyə pulla alınan hədiyyədən daha dəyərlidir. Orası elədir. Gəl bu dəfəlik pulla alaq. Anan düz deyir. Bax, sənə bir sir verim mi? Bax, indi alacağımız hədiyyə üçün cibimdə olan pulu mən də çox böyük əziyyətlə qazanmışam. Yəni o oyuncağın içində də bir əziyyət olacaq. Gəl, mənim əziyyətimi də yerdə qoymayaq.